Dekolteli bir geyimlə necə iç geyimi seçmək lazımdır, ona baxaq. Məsələn, bu kimi bel dekolteli geyimlərdə belə bir formada silikon kaplardan və ya belə bir formalı şapı olmayan, sadəcə sinə üzərinə örtən braletlərdən. Bunların kənarları bu arada silikonludur və ya daha da yüngül bir şey istəsəniz, bu formada həm sinəni altdan yuxarı qaldıracaq formada silikonları mövcuddur. Məsələn, deyirsiniz ki, elə bir bralet seçim ki, bu kimi tişörtlərin altından və yaxud da ki, bu kimi tamam bədənə yapışan tişörtlərin altından heç bir iz bilinməsin, askısı olmayan, həm askısı olan braletlər tövsiyə edə bilərəm. Hansı ki, buradan heç bir xətti yoxdur və heç bir xətt tişörtün üzərindən bilinməyəcək. Axşam yeməyini biraz çox yeyəndən sonra istəyirik ki, geyim üzerimizdə daha sərgəli görünsün. O zaman bu görüntü deyil də, belə bir görüntü olsun deyə geyim altdan geyinilən, bədən yığan, belə bir formada korset deməyək buna, daha yüngül alt geyimləri var. Bunların həm uzun versiyaları var, ayaq hissəni də daha yaxşı yığır, daha qısa versiyaları var, yarım formalı, yalnız qarın hissəni örtəcək. Əgər V yaxa köynək geyinsəniz, daha dərin, yaxası açıq olan bir köynəklərdə bu formada braletlər sizə kömək olacaq, hansı ki, bunun bağlanma hissəsi daha aşağıdandır. Məsələn, daha sport və yaxud da ki, gündəlik mənim geyindiyim formada bir top geyinsəniz əgər, bu kimi lazer kəsim dediyimiz braletlərdən istifadə etmək olar. Bunlar hansı ki, geyimin altından demək olar ki, bilinmir. Heç hiss olunmur ki, siz altdan hər hansı bir geyim geyinmirsiniz. Bu arada bunların ipləri də çıxır. Siz bunu belə X formasında da istifadə edə bilərsiniz. Məsələn, bu formada qalın üst geyimlərin altından, köynəklərin və yaxud da ki, sviterlərin altından lazer kəsim maykalardan istifadə edə bilərsiniz. Hansı ki, bunlar heç bir xətt bildirmir. Burada təkcə iç geyimləri yox. Belə bir formada sport geyimlər də var. Həm şalvarı, həm də şortu ilə birlikdə. Əlavə olaraq siz intimissimiyə gəlsəniz, burada çox əla, yumşaq materiallı, hamlıq, pijamalar, ev geyimləri də tapa bilərsiniz. Bu arada intimissimidə hər zaman davam edən bir aksiya var. Hər iki məhsul alana 3-cü məhsul 50% endirimlə təklif olunur.